Otar birbaşa özü deyirdi ki, Gürcistan oğruları kursdu bu söhbətə. Gürcistanın oğruları bu söhbətə kursdu da, bilirlər. Otar özü deyirdi ki, qulu mənə tutturub. Siz özünüz bir dənə fikirləşin. Bir şey ki, Otar özü deyirdi ki, qulu mənə tutturub. Necə ola bilər ki, qulu Otara görə hərəkət eləsin? Qulu bilirdi ki, Hikmət qulunu priznavat eləmir. Hikmət qulunu priznavat eləmirdi. Qulu da bəhanə axtarırdı ki, Hikmətə qarşı hərəkət eləsin. Çünki siz necədir? Bu lotların arasında söhbət belədir ki, tutaq ki, kimsə qrexin biləndə, qarşı tərəfdə bunu belə hiss eləyəndə artıq nəsə bir ziyan vermək istəyir. Qalan bütün söhbətlər, bunlar bəhanədir. Hikmət qulunun səhvlərini bilirdi. Qulu da bunu gözəl bilirdi ki, Hikmət bilir çox məsələni. Bir şey ki, qulunun padelnikləri kim olub? Qulunun padelniklərini tanıyırsınız, kimlər olub? Bir şey ki, polislərlə qulu temaya gedib. Hansı heç oğru ideologiyasını yaşayanı qoyduğu bir kənara, любой bir порядочный mujik belə temaya, hansı bir mövzuya, pagonlarla bir yerdə gedər. O tarzat bəhanədir. Yarı dustaqlar, o qulunun yaydığı, bilsin necə, düzdür, elə söhbətlər yayılıb dustaqlar arasında, o tarz söhbət olub. Biri deyir qulu söysüyüb, biri deyir Hikmət söysüyüb. Bu dustaqların içində yayılan şeylərdir. Bu hamımıza çatıb. Amma daxildə olan əsas məsələlər tamamilə ayrıdır. Otar birbaşa özü deyirdi ki, Gürcistan oğruları kursdu bu söhbətə. Gürcistanın oğruları bu söhbətə kursdu da, bilirlər. Otar özü deyirdi ki, qulu mənə tutturub. Siz özünüz bir dənə fikirləşin. Bir şey ki, Otar özü deyirdi ki, qulu mənə tutturub. Necə ola bilər ki, qulu Otara görə hərəkət eləsin? Bir dənə özünüz bir dənə fikirləşin də. Bunu mən dustaqlardan eşitməmişəm, amma bunu oğrulardan eşitmişəm. Siz ola bilər hansısa o yayılmış söhbəti eşidəsiniz. Nə bilim, arestantların içindən, katerjantların içindən, nə bilim, zəklərdir, residivistlərdir. Onların içindən eşidə bilərsiniz. Amma mən oğrulardan eşitmişəm bunu. Başa düşürsünüz. Otar necə qulu Otara görə hərəkət edib ki, bir şey ki, Otar deyirdi ki, qulu mənə tutturub. Otar. İndi massa deyəndə bunu pis tərəfə yozmayın da. Bəziləri bunu pis tərəfə yozur. Massa sözü yaxşı sözdür. Elə dörddə sözlərdən yapışmaq lazımdır. Massa oğruları abraşatçı eləmişdi ki, massa sözü iki mənada daşıyır. Massa iki mənada daşıyır. Onun pis tərəfindən elə zahsəb qeyllər ki, gödə mənim sözümdən səhv tutublar. Elədir. Mən bilirəm massa hansı cəhətlərdə istifadə olur söz olaraq. Massa oğrulara abraşeniya olunmuşdu birbaşa Otar tərəfdən. Otar tərəfdən abraşeniya olmuşdu. Otar özü demişdi birbaşa oğrulara ki, məni qulu tutturub. Sizin də özünüz fikirləşin. Qulu Otara görə Hikməti vurub. Bu bir necə bəhanədir. Bu bəhanədir. Belə multfilmləri uşaqzada inandırmırlar. Belə multfilmləri uşaqları inandıra bilərsiniz. Nə düşdünüz? Mən bunu birbaşa oğrulardan eşitmişəm, amma mən bunu şeylərdən eşitməmişəm. Nə bilim, dustaqlardan, arestantlardan, bu yayılmış paraşa deyir. Mən bunu birbaşa oğrulardan eşitmişəm bu söhbəti. Otar birbaşa massa oğruları abraşetsə eləmişdi ki, qulu məni tutturub. Qulu da yalandan gəlir burada bir dənə belə paraşa yayır ki,
Qulu da gəlir burada belə bir paraşa yayır ki, bu qulu otara görə hikməti vurub. Bu paraşadır. Bu bəhanədir. Beləncə oyunlar qulu çox oynayıb. Beləncə oyunlar çox oynayıb ki, başa düşdünüz, Mamet kimi lotular, Rövşən kimi lotular, Bəxtiyar kimi, Axundov Çingiz kimi, Hikmət kimi lotular bu oyunları başa düşürdü. Bu oyunları başa düşmək üçün gərək iti ağıl sahibi olasan. İti düşüncə sahibi olasan ki, bu oyunları başa düşəsən. Hansı oğrulardan? Sağ olanların adını çəkmək istəmirəm. Sağ olanların adını çəkmək istəmirəm. Amma ölənlərin bir ikisinin adını çəkə bilərəm. Hansı oğrular deyib bunu? Otar kimlərə abraşat edib. Dünyasını dəyişənlərdən biri Mikeladze'dir. Mikeladze. Maraqlanın avtoritetli lotu olub. Mikeladze özü birbaşa bunu deyəndə mən şəxsən özüm eşitmişəm Mikeladze'dən. Mikeladze birbaşa deyib ki, otar deyirdi ki, qulu mənə tutturub. Necə olur ki, qulu otara görə hikməti vurur? Bu cür oyunlar hakimiyyətin və qulunun o apardığı mentovskoy proqramadır. Bir şey ki, qulunun padelnikləri polislər olub. Qulunun padelnikləri bir şey ki, polislər olub. Bu polislərlə temalara gedib. Mikeladze, ya. Mən indi ölən sağ olanlar da bilirlər. Sağ olanlar da bilirlər. Bəzilərin pulun, bəzilərin başının bu söhbətləri yatızdırmaq üçün bəzi polislərdir, bu banditizmdir, nə bilim bu şeydir, Türkiyənin o istihbaratıdır, Mossadıdır. Bunların əli ilə lotuları davet elədilər ki, bu məsələni qaldırmasınlar. Bəzilərinə pul verdilər ki, udileniya ilə, qulu tipa görə udileniya ilə, halbuki o pul dövlətin pulu idi. Dövlət bu pulu şey eləyirdi ki, dövlət öz sistemin qura bilsin. Hakimiyyət öz sistemin qura bilsin. Bəziləri pulla, bəziləri agentlərlərin əli ilə, bəziləri tutaq ki, nazirlərin, tanışların əli ilə oğruları belə davet eləyirdilər ki, bu söhbətlər açılmasın. Mamedin vaxtında bunu eləyə bilmirdilər. Rövşanın vaxtında, tutaq ki, Axundov Çingizin vaxtında, Hikmətin vaxtında, Bəxtiyarın vaxtında qulu o niyə səsini çıxarda bilmirdi? Çünki bu mentovskoy proqramanı icra eləyə bilmirdi. Mamed ayıq idi, Rövşan ayıq idi, Axundov Çingiz ayıq idi. İndiki bunlar ki, dünyasını dəyişdi hamısı. Ondan sonra bu qulu keçdi mentovskoy proqramaya. Nə qədər oğruları davet elədilər, nə qədər oğruları sıxdılar, nə qədər oğrulara pul verdilər ki, sakit qalsınlar. Bəziləri pula kulüvatdadır ki, apşaka udileniya eləyir. Halbuki o pul, qriyazlı pul idi, o pul təmiz pul deyil idi, dövlətin pulu idi, hakimiyyətin pulu idi. Bəzilərin dövlət o agentura tərəfdən sıxdılar, bəziləri nazirlərin əlindən sıxdılar. O belə qulunu yerləşdirdilər Türkiyədə. Qulunu yerləşdirdilər Türkiyədə. Hətta Sədat Pəkər də belə, Sədat Pəkər də nədir o? Sədat Pəkər də özünün mətal qaldı ki, bu nə qədər dövlət sistemlərinə bu bağlıdır. Sədat Pəkər özü mətal qaldı ki, bu nə qədər dövlət, özü mətal qalmışdı. Sədat Pəkər bəzi şeyləri bilir, bəzi şeylərdən cahildir. Bəzi şeylərə qədər bilirdi, çünki Türkiyənin türmələri o dərəcədə belə dərin düşüncəli türmələrdir. Var, oranın dərin düşüncəli türmələri var. Başa düşdünüz? Dərin düşüncəli türmələri var. Amma o dərəcədə də ayıq deyirlər onlar. Türkiyənin türmələrindən xəbər. Amma Azərbaycan türmələri belə, Azərbaycan türmələrindəki sizə bir məsələni danışıram da. Adi bir də sizə misal gətirirəm. Adi bir dənə misal gətirirəm. Bir dənə dustaqdır. Bir dənə dustaqdır düşüb türməyə. Bunu mən deyirəm ki, Allah iraq eləsin. Bu barədə videoda çəkəcəm Allahın izniyle ki, burası mən elə deyirəm, danışım, baş qarışıq olur, o qədər bu
cımcındırlara baş qarışıqdır ki, mən sizlə tam fikrimi bölüşə bilmirəm. Bu dövlətdir, bu agentlərdir, bu... Mənim üstümə nə qədər bu sistemlər tökülüşüblər. Trollardır, bu burslardır. O qədər bunlarla bilet vayvat edirik ki, sizlərlə bu şeyləri tam danışmaq olmur. Bax, tutar ki, bir dustaqdır, düşüb türməyə. Türməyə düşəndə dustaqlarda ümumiyyətcə liboy bir dustaqda sıxıntı yaranır. Özündən asılıdır da, bu psixolojidir. O sıxıntı nədir? Yəni müstəntiq onunla oturur, sıxılır da avtomatik. Pis təsir. O müstəntiq onunla oturub danışır. Müstəntiq onunla oturub danışır, bu sıxılır. Bu məcburdur yalan danışsın da müstəntiqə. O düşdünüz. Görün bu dövlət nə dərəcədə fikirləşir. Müstəntiq bilir ki, bundan sözləri ala bilməyəcək. Nə bilim, təhqiqatçı bilir ki, bundan sözləri ala bilməyəcək. Mən bu proqramlara görmüşəm deyə sizə deyirəm. Müstəntiq bilir ki, bundan sözləri ala bilməyəcək. Müstəntiq bilir ki, bundan söz almaq mümkündür da. İşgəncə verirsən, demir, danışmır. Filan şey deyirsən, danışmır. Basman şey deyirsən, danışmır. Sıxılır da. Müstəntiq ucu başa düşürdü. Çünki müstəntiq də psixoloqdur. Psixoloqlar bunlar. Bunlar necə eləyirlər? Mən sizə izah verim ki, qoy azca da olsun siz bunların elədikləri, işverənlikləri başa düşəsiniz. Bunu sizə heç kim deməz. Bunu sizə heç kim deməz. Başa düşdün? Çünki bunların hamısı işverəndir. Bu sistemdə olanların əksəriyyəti işverəndir. Mən sizə izah verəcəm necə. Avtomatik danışırlar ki, orada nə bilim... Aleyküm salam. Salam Mələk. Aleyküm salam. Nətərsən soyuqda? Elhamdülillah. Yaxşı olasan. Elə bir çox sağ olayım mən qoşduğun üçün. Buyur. Sənə danışmaq nətər demir fəxirdir. Allah kömək olsun. Sağ ol, Allah sənin razı olsun. Aleyküm salam, aleyküm salam. İraqdasan ay qaqa. Mən Afrikadayım dedi. Allah canını sağ eləsin. Allah kömək olsun. Mən də iki tərəfdənəm, o tərəfdənəm. Sən də Afrikadasan. Yo, tarix sonrasında. Sən də məhlə uşağısan. Aleyküm salam, aleyküm salam. Nə qulluğun, emin oldu, Emil. Canın sağlığı qoşmağın elə bəs elədi. Allah canını sağ eləsin. Sağ ol dedi. Sağ ol abi. Ne yazıb? Hakimiyyətin qoli arasında niyə mübahisə yaranmışdı? Hakimiyyətlə qoli arasında niyə mübahisə yaranmışdı? Bence vaxtı qoli ilə hakimiyyətin arasında mübahisə yaramayıb. Aleyküm salam. Var olasın, var olasın. Ha, hikmət deyirsən. Gözlərim görmür, açqı da yoxdur, elə bildim hakimiyyət yazırsan. Düz bilərsiniz. Gələ gedim açqını götürüm, kanka da gözlərim görmür.
Aleykümselam, aleykümselam.